Bu gün Azərbaycan TikTok əfsanələrinin səhv eləmirəmsə 3-cü hissəsi ilə qarşınızdayım. Azərbaycanda bilirsiniz ki, TikTok yəni çox yaxşı inkişaf edir. TikTok'u inkişaf etdirən həmin o videolara baxacağım. Falalım bir mansı belə dedi. Cənub tərəfdir bura, tanışlı məskəndədir. Alo. Alo, gəlirsən? Hə, 169-dan gəlirəm. Ayda, dəris Eşşəkdə sürətə bax. sürürsən. Ehtiyatlı ol, yavaş sür maşını. Və şaşırdacaq indi maşını. Bu video çox xoşuma gəldi. Çəkim video. Şəkil. Onun Nokia ilə çəkirlər deyəsən belə bulanıq görünür. Hey, Nə çəkim? Video mu şəkil mi? canına zar çeker mi bak şey? Əsəbləşdirdilər kişini. Canına zar çeker mi bak şey? Abi Türkiye'yi tek kelimeyle açıklar mısın? Ne? Mənim videolarım içində, yəni Türkiyələrin videoları yəni mütləq olmalıdır. Türkiye'yi tek kelimeyle açıklar mısın? De. Heh, tek kelimeyle. Evet. Sözlə deyəsən hərfi qarışdırıb. Açıkla. Türkiye. Uşağın gülüşünə baxın. Niyə ağlayır? Hadisə necə baş verib? Bir dənə mümkünsə deyərsiniz. Ne hadisesi var? Yanğın da yanğın. Özüm yandım uşağım. Niyə yandırmısınız dayı? Siz niyə yandınız? Oğluma kalmasın. Alvadıma kalmasın. İstemiyorum ki oğluma, alvadıma kalsın. İstəmir də nə istəyirsiniz? Bayram Nurunun kaftasından var. Yox, həqiqətən bura kişi dükanıdır. Həqiqətən çox super. Bazardan bir tane qarman aldım uşaqlar. Bu bilən var bu niyə belə səs çıxardır belə. Baba. Qarmandan çıxan səsə baxın. Qarman elə bir köpü. Mədə bağırsaqdan çıxarılan yad cisimlərə baxaq bir. Mədə bağırsaq sistemindən çıxarılan yad cisimlər. Deməli bu 10 qəpiyi başa düşdük. Və deyə ən çox qəpik var. Bu sümük də başa. Qəpik adamın mədəsinə necə gedə bilər? O batareya daşıyır. O da dominoya bax. 6-nın 4-dən. Həqiqətən çox qəribə. Domino adam mədəsində yəni necə qala bilər? 6-nın 4-ü yoxdur. 5-in niyə yoxdur? Hanı bizmişəm. Hə, 6-nın 4-ü mədə nə işi var? Mədə zibil yeşikdə prama. Uğura gedən yolda mən. Ve birinci mərhələni keçməyə çalışır. O yox, keçmək olmur ki. Ve Of. ve yıkıldık. Uğura gedən yola bax bir dənə. Ve yıkıldık. Bu yol həqiqətən görəsən uğura gedir. Nə oldu be? Yaxaladın məni burada. Ləyaqsıza bildirməyin. Nə Rahat yatmağa qoymadılar kişini. O nə sulamaq da? Baş daş açmışdı az qala. Nə qarsan nəsə? Bunun da başına çatmır da nə? Doğulan Uğuru dünyada bən timizləyirlər. 5 gün mağlasmaz. Bunun boynu yerə soxun. Elə bildim söyüş söyləyəcək. Baba su keçirtmir xanımlar. Görsün cibin doldurdum suyla bak. Görsün ne geçir. Plaşok 19 manata xanımlar. 14 manata da bu bereler. Bunlar da su keçirtmir. Bereler. Videonun sonradı. 100% su keçirtmir. Baba su keçirtmir xanımlar. Görsün cibin doldurdum suyla bak. Görsün ne geçir. Plaşok 19 manata. Salam. Məşhurlardan kimdən zəhləviz gedir? Oy. Sağ ol. Qaqa sözü ilə fəxr elədi. Yəni ki mən bu sözü deyə bildim də, partlatdım. Məşhurlardan kimdən zəhləviz gedir? Tələbəçiliyin gözəlliyi. Bu necə olur belə? Deyir dayı sizə qurban olsun. Hələ bilirsiniz çəkiliş eləyirəm, gəl. Əlimi şey eləyibsən, al, get. Dayının elə geyiminə bax. Dayı da yaman daydı ya. Bak biz salağa salak deriz. Sən 30 dəfə dövəcəm. niyə? Çünki bu gün Qurban Bayramıdır, dayıların əlinə öpülməlidir. Hə, gəl onda sən də. 30 20-ci dəyə gəlirsən. 100% dayıdır. Gəlirsən onun yanında. Ala, Sağ ol. Dayı sən bir söz deyəm. de. İbrahim çox verib sən mağa pulu. Gülüşünə bax bir dənə, utanmır. Bu nədir? Köhnə trenlə video çəkməyin ayrı yeri var.
Buraya kim gelmişti bundan sonra, yani video çoğalandı da. Allah ağıl versin. Can Aycan 20 qalıb orada. Xalçı da yoxdur ki kəsib sıxasın. Bu TikToker deyil, Ceyhun Bərdəli var. Ceyhun Bərdəli deyəsə səhv eləmirəmsə. Nə arıqdır bu? Bu 100% yəni neysə reklam eləyir də burada. Oduna giderim oduna. Orhan diyenler adına. Biz Orhan'a kız taptık. Romka diyenler adına. Ay Orhan. Belə videoları necə bəyənmə çox gəlirlər, mənə çatmır. Komedixana kadr arxası. O kırvatın üstündeki el-elə niyə eləyir? Aha, neger. Elvin cındırdı 1-0-0 kaydı. 1-0-0 lan Elvin. Sen onu nasıl cındırsın lan? Lan oğlum sen cındırlıkla bir numarasın ya. Bu videonu göndər evinə getsin. Onlarda məşq, bizdə məşq. Yüzdəki məşqə bax bir dənə, hə? Yaman məşqdir ya. Bunun videosu yəni çıxdı ama. Bir ara eşeğlə danışırdı, indi itlə danışır deyəsən. Yaşlı qadın iddia edir ki, Allahla görüşüb. Mən yer kürəsində, dünya miqyasında yeganə Allahla görüşərsən. Bir şəxsəm. Əvvəlcə sübutu göndərdilər. Allahla sənlə o biri dünyada görüşəcəksən. Və özümə bildirdilər ki, uzun illərdən sonra məsələni açacaq. 35 ildir hələ bu məsələ açılmayıb. Mən belə bir şeyə inanmıram, yəni heç vaxt ola bilməz. Çox kəskindir. Yeganə Allahla görüşmüş bir şəxsəm. Elə bilinir baxanda. Saqqal olmasa qəşəng görünər məncə. Şaka zararsız görünüyor olsa da öyle değildi. Su dolu bir kovayı uyuyan arkadaş Yatan yerdə o adamı eləməyəsən də. Adam əsəbləşərdi yəni. diyor birçok tepki aldı. Çünkü bunun belirli Özdə buz kimi su olsun. boğaz kaslarının uyku sırasında gevşemesi ve suyun ciğere kaçma olasılığı. Kaçarsa büyük sorunlar meydana getirir. İkincisi de son dönemlerde çeşme sularında görünen amip, beyin yiyenlerin olması. Burundan kontrolsüz bir şekilde beyne gitme ihtimali göz önünde bulunursa hayal bile edilemeyecek sorunlara yol açabilir. Ülkemizde de belirli yerlerde beyin yiyen amipler görülmüştür. Əgər kiminsə həyatını məhv eləmək istəyirsə, bu zarafatı eləmək lazım. Renklər də boldu. Ən istəyən zövqə uyğun, yəni kimin zövqü edirsə Bu niyə belə eləyir? Eləmə, elə şey eləmə, elə şey eləmə. Öz keyfindədir. Aha, yenə bu video. Dayan gözüm. Dayan gözüm. Əsl idmançı belə olur. Çalış ki sen bu sevgini sona kadar koru sakla. Salam mahnının bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəlmişdir. Video xoşunuza gəldisə like atın və belə videoların davamının gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sevilirsiniz.